Tarixin səhifələrində elə adlar var ki, zaman keçdikcə silinmir, əksinə daha da parlayır. Çünki onlar tarix yazmır, tarixin özünə çevrilirlər. 10 may Azərbaycan xalqının yaddaşına əbədi həkk olunmuş bir gündür. Bu gün milli yaddaşımızın nurlu siması, müstəqil Azərbaycan dövlətinin qurucusu, xalqının tali yükünü çiyinlərində daşıyan Ulu Öndər Heydər Əliyevin doğum günüdür. O sadəcə bir lider deyildi. O düşünən, görən, öncədən dərk edən, siyasətin simvolu, xalqını zamanın qaranlıq girdablarından çəkib çıxaran müdriklik zirvəsi idi. Azərbaycanın taleyi ilə öz taleyini eyniləşdirən bir insan. Onun adı millətin yaddaşında azadlıq simvolu kimi yaşayır. Bugün o dahi şəxsiyyətin 102 illiyi ərəfəsində biz bir daha anlayırıq. Heydər Əliyev təkcə bir ömür deyil, bir millətin gələcəyinə uzanan yolun adıdır. Heydər Əliyev təkcə siyasi lider deyildi. O, Azərbaycan dövlətçiliyinin ruhunu daşıyan bir şəxsiyyət idi. Onun nitqlərində bir xalqın ruhu danışırdı. Onun baxışlarında sabaha ümid, gələcəyə inam vardı. Hər bir çıxışında, hər bir qərarında bir millətin dirçəlişini görmək olurdu. Ən çətin dönəmlərdə belə xalqının yanında dayanmaqdan çəkinmədi. Çünki o, bu xalqın taleyinə inanırdı, bu millətə inanırdı. 90-cı illər Azərbaycanın ən ağır, ən sınaqlı dönəmləri idi. Qarşı durmalar, parçalanma təhlükəsi, ümidsizlik və o zaman xalq bir ümid işığı axtarırdı. O ümidin adı Heydər Əliyev idi. 1993-cü ildə xalqın çağırışı ilə yenidən hakimiyyətə qayıtdı və yalnız qayıtmadı. Bir dövləti ayağa qaldırdı. Sabitlik yaratdı, iqtisadiyyatı qurdu. Neft strategiyası ilə gələcək nəsillərin yolunu işıqlandırdı. Onun rəhbərliyi ilə Azərbaycan beynəlxalq arenada söz sahibinə çevrildi. O bir zamanlar gənclərin xəyallarını həqiqətə çevirən, hər birimizin gələcəyinə işıq salan bir şəxsiyyət idi. Biz bugün yaşadıkca onun qoyduğu izi dərk edirik. Hər bir gənc onun əməyi ilə böyüdü və bugün Azərbaycanı daha yüksək zirvələrə daşımaq üçün hazırdır. Biz gənclər təkcə gələcəkdən danışanlar deyilik, gələcəyin qurucularıyıq. Bugün gücümüzü və həyəcanımızı birləşdirərək o yolu daha da irəlilətmək niyyətindəyik. Heydər Əliyevin qoyduğu yolu addımlamaq yalnız keçmişi deyil, gələcəyi yazmaq deməkdir. Bizim hamımızın qarşısında duran o böyük hədəf var. Azərbaycanı daha parlaq bir sabaha aparmaq. Azərbaycan mənim ürəyimdir. Azərbaycan mənim nəfəsimdir. Azərbaycan mənim həyatımdır. El bilir ki, sən mənimsən. Yurdum, yuvam, məskənimsən. Anam, doğma vətənimsən. Ayrılar mı könül candan? Azərbaycan, Azərbaycan.